Bu cür həyat tərzinə alışmaq heç də asan deyil. Bədəninin oynaqları həmişə sızıldayır, əzəllər ağrıyır. Hər zaman özünü ac və yorğun hiss edirsən. Məndən tez-tez nəyə görə bodybuildingdə yox, məhz men fizikdə iştirak etdiyimi soruşurlar. Cavabım isə bəsitdir. Çünki o kateqoriyanı özümə, öz həyat tərzimə daha yaxın hiss edirəm. Son 10 ildir ki, işləməklə bərabər gündə 2 dəfə məşqə gedirəm. Bu səbəbdən də vaxtım yoxdur deyən insanları qınayıram. Onlar, Sadiq, sən çox şanslısan ki, bütün bunları etməyə vaxt tapırsan, deyərək özlərinin bunları etməyə sadəcə güclərinin çatmadığını deyirlər. Əslində, əksər hallarda çatışmayan şey onların fiziki gücləri yox, arzularıdır. Ailə mənim üçün hər şeydən əvvəl gəlir. Məndən tez-tez kimin məni dəstəkləyib ruhlandırdığını soruşurlar. Cavabımda anam deyirəm. Yəqin ki, mənim nümunə kimi J. Cutter və ya Kayqırini nümunə götürdüyümü düşünürdünüz. Ancaq yox, mən özümə anamı nümunə götürmüşəm. O çox gənc yaşlarından işləyir və onun çox ciddi iş etikası var idi. Məhz anam mənə gərgin işləməyi öyrətdi. Mən çox şadam və çox sevinirəm. Minnətdaram buna görə. Uğur qazanmaq üçün başqalarından 2 qat daha çox əziyyət çəkmək lazımdır. Mən də belə etdim və qarşıma qoyduğum məqsədə nail oldum. Mən tam gün rejimində men fizik sahəsində yox, əmlak satışı üzrə menecer vəzifəsində işləyirəm. Və bu işlə artıq 6 ildir ki, məşğul oluram. Atam da bu sahədə işləyir. Onunla birlikdə mən də işləyirəm. Bu isə mənim üçün son dərəcə faydalı oldu. O xatırladığım qədərilə bu ölkəyə gəldiyimiz tarixdən etibarən bu sahədə çalışırdı. Həmçinin o həmişə bir neçə işdə də çalışıb. Mən bütün bunları xatırlayıram. Bu mənim artıq 3-cü dəfə iştirak etdiyim Olimpiya oyunu olacaq. Və artıq bu 1-ci, 2-ci, 3-cü, hətta 4-cü dəfə deyil ki, mən qələbə qazanıram. Bu qarşıya qoyulan məqsədlərin həyata keçirilməsindən doğan daxili bir hissdir. Mən bir növ öz həyatımın janglyoruyam. 91 gündən sonra Olimpiya səhnəsində çıxış edəcəm. Fəxrlə deyə bilərəm ki, mən bunu öz işimə heç bir xələl gətirmədən etmişəm. Mən öz həyatımın hər üç istiqamətində bu işlə səy göstərməyə hər zaman çalışacağam.